Salam dostlar, xoş gördük. Düşünürəm ki, bugün dünyamızın keçdiyi periodda bizim üçün ən vacib anlayışlardan, konsepsiyalardan biri şərin banallığıdır və bugün ondan danışacağıq. Hər gün yanımızdan onlardan insan keçir. Onlar müxtəlif görünüşdədir, amma açıq deyək ki, kimsə zahirdən bugün hansısa siyasi məhbusa fiziki ya psixoloji işgəncə vermiş bir cəllada adətən bənzəmir. Yəni onlar ordinar insanlardır, ordinar üzlər, cizgilər. Onlarla toyda birlikdə araq içirik, bəlkə avtobusda eyni yolu bölüşürük, bəlkə daha pisi onlar evimizdədir. Bəs bu qədər yaxınımızda olan şəri necə anlayaq? Aytaç Tapdıq hazırda həbsdə olan Azərbaycanlı müstəqil jurnalist, siyasi məhbusla o azadlıqda olanda danışdığımız mövzuları düşünəndə bunun daha çox şər və zorakılığın təbiətinə aid olduğunu xatırladım və mən bu video seriyada məhz həbsdə olan dostlar barədə məlumat verməklə yanaşı Azərbaycandakı siyasi diskursu, ümumiyyətlə dünyanı anlamaq üçün bəlli filosoflara müraciət edəcəm və bunun üçün Anna Arendt ilə başlamaq düşündüm ki, ən məntiqlisi olar. Öncə başımızdakı banal şəri anlamalıyıq. Aytaç Tapdıq müstəqil jurnalistdir, Meydan TV-nin əməkdaşıdır və siyasi məhbusdur. Bu seriya onun və onun kimi minlərlə insanın üzləşdiyi sistemi Arendt'in gözü ilə oxumaq cəhdidir. Arendt deyir ki, şər düşünə bilməməkdən qaynaqlanır. O düşüncəyə meydan oxuyur, çünki düşüncə şər ilə təmasa keçməyə, onun qaynaqlandığı təməl və prinsipləri araşdırmağa cəhd eləyən kimi məyus olur, çünki orada heç nə tapmır. Şərin banallığı məhz budur. Bu da bugün əsas konsepsiyalarını analiz eləyəcəyimiz Anna Arendt. Bəs özü kimdir? Bizə hansı konsepsiyaları miras qalıb? Öncə mənbələr barədə sizə məlumat verim. Bu videonun strukturu Birmingham Universitetindən professor Lindsay Stonebridge-in yazısı üzərində qurulub. Eyni zamanda mən Kulisas saytında dərc olunmuş Anna Arendt və şərin banallığı yazısından da qeydlər götürmüşəm. Yazının müəllifi bizim çox hörmətli Məmməd Süleymanovdur. Niyə bugün yenidən Anna Arendt oxuyuruq? 2026-cı ildə onu aktual eləyən nədir? Arendt müasir dövrün ən çox istinad edilən mütəfəkkirlərindən biridir. Sosial şəbəkələrdə, siyasi böhran və kütləvi qəzəb anlarında onun sitatları tez-tez paylaşılır. Bəzən hətta müəyyən mənada təhrif olunaraq belə. Bəs niyə? Çünki Arendt yalanın, propagandanın və avtoritarizmin necə işlədiyini çox dəqiq təsvir eləmişdi. Onun ən məşhur xəbərdarlıqlarından biri budur. Totalitar idarə etmənin ideal qurbanı inamlı nasist və ya inamlı kommunist deyil. Faktla uydurmanı, doğruyla yanlışı bir-birindən ayıra bilməyən adi insanlardır. Saxta xəbərlərin və informasiya xaosunun hökm sürdüyü bugünkü dünyamızda Arendt'in bu kəşfi olduqca vacibdir. Amma öncə Arendt'in fırtınalı həyatına nəzər salaq, onun fəlsəfəsini anlamaq üçün onun nələr yaşadığını da bilmək şərtdir. 1906-cı ildə Almaniyada mütərəqqi bir Yəhudi ailəsində doğulub və zəkası o qədər parlaq idi ki, hələ 15 yaşında Kantın mürəkkəb fəlsəfi əsərlərini oxuyurdu. Arendt 1920-ci illərdə dövrün ən böyük filosoflarından biri olan Martin Heideggerin tələbəsi oldu və ondan fəlsəfi analiz bacarıqları öyrəndi. Və onların arasında gizli bir eşq münasibəti yaşandı. Bu eşq münasibəti çox sonralar ifşalandı. Həmin dövrdə Arendt'in 18, Heideggerin isə 35 yaşı var idi təxminən. Və 1933-cü il gəlir, bu il hər şey dəyişdi. Nasistlər hakimiyyətə gəldi və Arendt'in müəllimi, həm də bir müddət romantik münasibətdə olduğu Heidegger nasist partiyasına qoşuldu. Bu Arendt üçün sadəcə siyasi deyil, həm də dərin bir şəxsi xəyanət idi və ona göstərdi ki, yüksək intellekt insanı əxlaqi çöküşdən tək başına qoruya bilməz. Nasistlərə qarşı gizli fəaliyyətlərinə görə Gestapo tərəfindən həbs edildi Arendt, sonradan Fransaya qaçdı, orada qaçqın uşaqlarla işlədi, lakin müharibə başlayanda internasiya düşərgəsinə salındı. 1941-ci ildə oradan da qaçıb ABŞ-yə, New Yorka gəlib çıxdı. 1975-ci ildəki ölümünə qədər o, Amerikanın ən cəsarətli, ziddiyyətli və totalitarizmə qarşı
barışmaz ziyalılarından birinə çevrildi. Yeri gəlmişkən onun Fransanı tərk eləmə hekayəsi də olduqca ağrılıdır və bu hekayənin də davamını oxuya bilərsiniz, araşdıra bilərsiniz. Və nəhayət gəldik çıxdıq söhbətimizin nüvəsinə. Arendt'ın 3 əsas konsepsiyasından danışacağıq bugün biz. Birinin adını artıq tez-tez hallandırdıq. Şərin banallığı, digəri totalitarizmin psixologiyası və vətəndaşsızlıq, lazımsız insanlar. Hər şey Qüdsdəki məhkəməyə 1961-ci ilə gedib çıxır. Arendt milyonlarla yəhudinin ölüm düşərgələrinə göndərilməsini təşkil edən nasist məmur Adolf Eichmannın Qüdsdəki məhkəməsini izləmək üçün jurnalist kimi ora yollandı və Eichmann Yeruşalimdə şərin banallığına dair hesabat kitabı məhz bu cür ortaya çıxdı. Arendt'ın yazıları öncə qəzetdə çap edildi, ardınca kitab halına salındı. Məhkəməni təsəvvür eləməyə çalışaq. Hamı qəfəsdə qan içən bir canavar görməyi gözləyir. Arendt isə qorxunc bir şey kəşf elədi. Eichmann canavar deyildi. O son dərəcə sıradan, itaətkar, bürokratik bir məmur idi. O elədiklərini heç bir xüsusi nifrətlə deyil, sadəcə verilən əmrləri yerinə yetirmək və vəzifədə yüksəlmək motivasiyası ilə eləyirdi. Eichmann klişelərlə danışırdı və başqasının yerinə düşünmək, empatiya qurmaq bacarığından, qabiliyyətindən tamamilə məhrum idi. Və beləliklə Arendt bir qənaətə gəldi. Şər banaldır. Şər həmişə qorxunc simada, şeytani niyyətlərlə gəlmir. Şər banaldır, yəni bayağıdır, adidir, sıradandır. İnsanlar tənqidi düşünməyi, elədikləri əməllərin mənəvi nəticələrini sorğulamağı dayandıranda, şər cəmiyyətin içində bir göbələk kimi səssizcə və sürətlə yayılır. Bu, Arendt'ın kəşfi idi. Biz bu konsepsiyanı anlamaq üçün bir praktiki nümunəyə ehtiyac duyuruq və gəlin elə Aytaç Tapdığın hekayəsi üzərindən buna baxaq. Arendt'a görə ədalətsizliyi və zülmü həyata keçirən maşın psixopatlarla və ya jurnalistlə şəxsi nifrəti olan insanlarla işləmir. O tamamilə sıradan, öz işini itirməkdən qorxan, yalnız verilən tapşırığı icra edən və düşünməkdən imtina edən minlərlə adi insanın itaətkarlığı üzərində qurulur. Aytacın həbs edilib məhkum olunması prosesindəki o zəncirə Arendt'ın gözü ilə baxaq. Zəncir necə işləyir? Bu zəncirdəki insanların heç biri özünü şər qüvvə hesab eləmir. Onların hər biri böyük bir mexanizmin kiçik bir vintidir və hər kəs məsuliyyəti özündən sonrakının və ya əvvəlkinin üzərinə atır. Əməliyyatçılar və polisləri götürün. Onlar Aytacın evinə və ya iş yerinə basqın eləyib onu saxlayanda jurnalistikanın və ya söz azadlığının əhəmiyyəti barədə düşünmürlər. Onlar sadəcə əməliyyat planını icra eləyiblər. Və bu, belə bir müdafiə cümlələri ortaya çıxarır. Mənlik bir şey yoxdur, mənə əmr eləyiblər, gedib gətirirəm. İşimi görməsəm, rəhbərlik məni cəzalandırar. Yer gəlmişkən Aytac 2024-cü ilin 6 dekabrında saxlanıldı ki, bu xəbər də gözlənilən idi. Bu ilin 28 mayında Avropa Mətbuat və Media Azadlığı Mərkəzi Meydan TV işi üzrə həbs olunan jurnalist Aytaç Tapdıq barədə bəyanat yayıb. Siz bu bəyanatın mətnində də görə bilərsiniz ki, Aytaç Tapdığa qarşı qərəz, təqiblər və təzyiqlər təkcə onun özünün həbsi ilə məhdudlaşmadı. Onun anasına da ölkədən çıxış qadağası qoyuldu. Müstəntiqi götürün. O, otağında jurnalisti dindirəndə həqiqət axtarmır. Onun işi yuxarıdan gələn senariyə uyğun saxta sübutlar sənədləşdirməkdir. Və onun üçün ən böyük problem qrammatik xətalar və protokolların qaydasında olub-olmamasıdır. Müstəntiq öz vicdanınısa belə susturur. Mən qanuni proseduru həyata keçirirəm. Və prokuroru düşünün. İttiham aktını məhkəmədə oxuyur. O, mətnin yalan olduğunu hamıdan yaxşı bilir. Amma o sadəcə mətn oxuyan bir fiqurdur. Şəxsi düşüncəsi yoxdur, dövlətin ona verdiyi mətni səsləndirmək üçün oradadır. Məsələn, hakimi düşünün, bəlkə də banallığın ən pik nöqtəsidir bu. Hakim qarşısındakı qadının cinayətkar deyil, işini görən bir jurnalist olduğunu tam qavraya bilir. Amma o təyinatını, yüksək maaşını, cəmiyyətdəki statusunu riskə atmaq istəmir. Əmrə tabe olur, əvvəlcədən hazırlanmış həbs qərarını imzalayır və axşam rahatlıqla evinə gedib övladları ilə şam yeməyi yeyir. O cinayət törətdiyini düşünmür. Mən sistemin tələbini yerinə yetirdim.
Şüarı budur. Həbsxana nəzarətçiləri gündəlik olaraq jurnalisti kameraya salırlar, qapını kilidləyirlər və daxili nizamnaməni tətbiq eləyirlər. Onlar da sadəcə işlərini görürlər. Burada 5 halqa, 5 fərqli peşə, 5 fərqli izah var, amma nəticə eynidir. Heç kim özünü məsuliyyətli hesab eləmir. Çünki hər kəs sadəcə növbəti halqaya işarə eləyir. İndi sual budur. Bu insanlar niyə belə eləyirlər? Arendt Adolf Eichmann'ı analiz eləyəndə 3 əsas xüsusiyyət tapmışdı ki, bugünkü həmin zəncirdə iştirak eləyənlərdə də eyni xüsusiyyətlər var. 1. Klişələrlə düşünmək. Klişələrlə düşünməyi biraz da açaq. Bu cür proseslərdə iştirak eləyənlər heç vaxt müstəqil fikirlərlə danışmırlar. Onlar həmişə şablonlarla, klişələrlə hərəkət eləyirlər. Çünki klişələr insanı düşünmək əzabından qurtarır. Məsələn, qanun hər kəs üçün qanundur, dövlətin işinə qarışmaq olmaz, yuxarının göstərişidir, bizlik deyil. Siz hətta Aytaç Tapdıq və digər jurnalistləri ləkələməyə çalışan, onların həmkarlarının hazırladığı mətnlərə baxsaz, orada da bu şablonların, klişələrin davamlı olaraq təkrarlandığını görə bilərsiniz. Yeni heç bir ifadə yoxdur. Empatiyanın yoxluğu da bu prosesdə olduqca vacibdir. Hakimlər və ya müstəntiqlər Aytaçın yerində olmağın, haqsız yerə azadlıqdan məhrum edilməyin necə bir hiss olduğunu bir anlıq belə xəyal eləməkdən qaçırlar. Çünki empatiya qursalar, bu mexanizm çökər və onlar öz vicdan əzabı ilə baş-başa qalarlar. Və üçüncü, məsuliyyətin parçalanması. Məncə Arendt'in diqqət yetirdiyi ən önəmli məsələlərdən biri budur. Sistem o qədər xırdalanır ki, heç kim özünü günahkar hiss eləmir. Təsəvvür eləyin, bir jurnalistin həbsi üçün az qala onlarla mexanizm, şəxs bir araya gəlir, məsuliyyət parçalanır və son nəticədə heç kim özünü günahkar bilmir. Və dediyim kimi, məsuliyyətin parçalanması Arendt'in çox önəmli kəşflərindən biridir. Məsələn, polis deyir ki, biz sadəcə tutduq, prokuror deyir ki, mən sadəcə oxudum, hakimin müdafiəsi olduqca önəmlidir. Sənədlərə əsasən qərar verdim. Nəticədə ortada böyük bir ədalətsizlik, günahsız insanın həyatının məhv edilməsi var, amma görünüşə görə heç kim tək başına məsuliyyət daşımır. Qısası, Arendt'in dediklərini parafrazlasaq, Aytaç Tapdıq kimi insanların azadlığını əlindən alan şey qan içən ideologiyalar deyil. Ailəsinə çörək aparmaq üçün düşüncə bacarığını və vicdanını qapının ağzında qoyub işə girən adi məmurların sıradan itaətkarlığıdır. Keçək növbəti konsepsiyaya. İkinci konsepsiyamız totalitarizmin psixologiyasıdır. Arendt'ə görə totalitarizm, bu istər faşizm, istərsə də stalinizm olsun, sadəcə siyasi bir diktatura deyil. Bu, insanın beyninə, yataq otağına, dostları ilə münasibətlərinə qədər sızan bir sistemdir. Arendt deyir ki, totalitarizmin əsas silahları yalnızlıq və qorxudur. Totalitar rejimlər insanları bir-birinə qarşı etibarsızlaşdırır. Hər kəs bir-birindən şübhələnir. Tənha və izolyasiya olunmuş insan kütləsi isə asanlıqla idarə olunur. Bəzi həbsxana hekayələrindən də oxuyuruq. Hətta kimsə dustağa yaxşı davrananda belə bunun rəhbərliyə məruzə edilib-edilməyəcəyindən əmin olmaq istəyir. Yeri gəlmişkən mən Aytaçın bu mövzuda daha çox yazı yazacağını ümid eləyirəm və bu mexanizmi bizim üçün daha yaxşı aydınlaşdıracağını da ümid eləyirəm. Arendt gizli təhlükədən də danışır. Deyir ki, diktatorlar ölə və rejimləri çökə bilər. Lakin totalitar düşüncə tərzi, yəni özündən fərqli olanı yox eləmək istəyi, hər şeyi ağ-qara görmək vərdişi uzun müddət cəmiyyətlərin şuurunda yaşamağa davam eləyir. Növbəti konsepsiyamız vətəndaşsızlıq və lazımsız insanlardır. Vətəndaşsızlıq anlayışını əslində bəlkə də dövlətsizlik kimi tərcümə eləmək daha yaxşı olardı. Amma mən düşündüm ki, vətəndaşsızlıq kontekstual olaraq anlamı daha yaxşı izah eləyir. Arendt özü 17 il heç bir ölkənin vətəndaşı olmadan tamamilə kənarlaşdırılmış, arzu olunmaz şəxs kimi yaşamışdı. Arendt deyir ki, totalitar rejimlərin ən qorxunc taktikası müəyyən insan qruplarını əvvəlcə vətəndaşlıqdan məhrum eləyərək hüquqi olaraq heç kimə çevirməsi, daha sonra isə lazımsız elan eləməsidir. Bir insanı lazımsız adlandırmaq, onu yox eləmək üçün ilk
və ən böyük addımdır. Bugün vətəndaşsızlıq təkcə miqrantlara və ya qaçqınlara aid bir ifadə deyil. Bu öz ölkəsində, öz cəmiyyətində özünü yad, lazımsız və ya heç bir yerə aid hiss eləməyən milyonlarla insanın radikal köksüzlüyüdür. Və artıq sona yaxınlaşırıq. Bugün üçün Arendt fəlsəfəsindən hansı dərsləri çıxarmalıyıq? Əslində Arendt tarixin olduğu kimi təkrarlandığına inanmırdı. O hər dövrün öz unikal problemləri olduğunu deyirdi və bizə də tövsiyə eləyirdi ki, keçmişi kör-köranə təkrarlamaq əvəzinə özümüz üçün müstəqil düşünək. Bununla belə onun fəlsəfəsindən bugün üçün 3 həyati vacib nəticə çıxara bilərik. 1. Kimsəni lazımsız saymamaq. Hər hansı bir siyasətin, ideologiyanın və ya iqtisadi sistemin müəyyən bir qrup insanı lazımsız, artıq və ya dəyərsiz elan eləməsinə qətiyyətlə qarşı çıxmalıyıq. Bu cür düşüncə tərzi faşizmin ayaq səsləridir. Dərs 2 ondan ibarətdir ki, azad düşüncə məkanlarını qorumaq lazımdır. İnsanların qorxusuz sual verə biləcəyi, müzakirə apara biləcəyi və fərqli fikirlərin səslənəcəyi məkanları, müstəqil mətbuatı, azad universitetləri, ictimai institutları nəyin bahasına olursa olsun qorumalıyıq. Dərs 3 dünyanı sevməkdir. Bəli, Arendt'ın məhz belə bir iddiası var, amma bu yanlış anlaşılmaya da xeyli açıq olduğu üçün biraz təmizləyim. Arendt heç vaxt utopik bir mükəmməl dünya xəyalı qurmurdu. O yazırdı ki, biz bu dünyanı bütün qüsurları, çətinlikləri və fərqlilikləri ilə birlikdə olduğu kimi qorxunc dərəcədə şiddətlə sevməliyik. Çünki dünyanı dağılmaqdan, mənəvi çöküşdən və qəddarlıqdan ancaq onu sevən və onun məsuliyyətini öz üzərinə götürən insanlar xilas edə bilər. Və kitabın ən mübahisəli tərəfi Məmməd Süleymanovun da yazısında qeyd elədiyi kimi Arendt'in Yəhudi liderləri haqqında müzakirəsi kitabın ən mübahisəli tərəfi olaraq qalır. Arendt bəzi Yəhudi liderlərinin öz icmalarının deportasiyasını təşkil eləməkdə nasistlərlə necə əməkdaşlıq elədiklərini ətraflı şəkildə təsvir eləyib. Arendt bu iddialarına görə kəskin şəkildə tənqid edilib. Tənqidçilər onun qurbanları haqsız yerə günahlandırdığını deyirlər və iddia eləyirlər ki, bəzi liderlər icma üzvlərindən bir neçə insanı xilas eləmək üçün nasistlərlə əməkdaşlıq eləmiş ola bilərlər və Arendt bu faktda göz yumub. Belə, mən çalışdım ki, Arendt'in əsas konsepsiyalarını ən sadə formada izah eləyim və ümid eləyirəm ki, Aytac özü bu mövzuda düşündüklərini və əsasən də əlavələrini yazar. Məsələn, Arendt'in konsepsiyalarında hansı elementlər özünü Azərbaycan həbsxanalarında da göstərir, hansı uyğunsuzluqlar var, doğrudanmı prokuror, hakim və digər iştirakçılar, həmçinin həbsxana nəzarətçiləri məhz Arendt'in dediyi kimi, şərh elədiyi kimi davranırlar, yoxsa dediyim kimi fərqliliklər var. Ümid eləyirəm ki, Aytac bu məktubu yazar və bu məktub bizə modern dövrün şərini anlamaq üçün xeyli yardımcı olardı. Və sonda bütün məhkəmələrdə ayıqmanların hamısı bu cümləni deyəcəklər. Mən heç də təsvir olunduğum kimi yırtıcı deyiləm. Mən yalanın qurbanıyam. 18 iyulda Aytac Tapdıq növbəti ad gününü böyük ehtimalla həbsdə keçirəcək. Mən ümid eləyirəm ki, bu Aytacın həbsdə keçirdiyi son ad günüdür və biz onun növbəti azadlıq gününü gözəl bir məkanda, xüsusən yaşıllıq bir ərazidə maraqlı bir söhbət eləyərək qeyd eləyəcəyik. Canım gözüm, ad günün mübarək.